Və bir də bilməyimiz lazımdır ki, valideynlərə itaət insan üçün sanki borcdur. Borc verir və bu yığılır öz zürriyyətində. Və bunun səmərəsini, bəhrəsini öz zürriyyətində, öz övladlarında bir bəhrə kimi görəcəkdir. Və gördükdə gözü sevinəcək, sinəsi genişlənəcəkdir. Əgər valideynlərinə itaəti zay edibsə, bunun həsrətini 2 qat çəkəcək insan. Öz zürriyyətində, öz övladlarında özünə qarşı olunan bu itaətsizliyi gördükdə. Elə isə ey övlad, çirmələnərək qulaq ver, dinlə, öyüd nəsihətlər sənin üçündür, sənin səadətin üçündür və valideynlərin qarşısında təvazökar ol, onlar üçün rəhmət qanadını aç və dua etdinə ki, ey Rəbbim, onlar mən balaca ikən necə mənə rəhm edib böyüdürlərsə, sən də onlara rəhm elə.